ASTV xəbər komandası Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı araşdırmasında yeni faktlar əldə edib. Deməli, bu faktlar Volqa hövzəsində son bir neçə ildə baş verən dəyişikliklər və elə Volqadan Xəzər dənizinə su axınının azalması ilə bağlıdır. Bəs faktlar necə əldə olunub və bizə hansı nəticələri verir? Sujetimiz var, izləyək. Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı araşdırmamızda bu dəfə faktları dilə gətirəcəyik. Özü də peykdən görüntülərlə, bəli, Azərkosmos, Azersky peykləri ilə həm Xəzər dənizi hövzəsi, həm də Volqa hövzəsində bir neçə illik bir araşdırma aparıb, monitorinq aparıb ki, həmin monitorinqlərin nəticələri ilə bağlı bizə Azərkosmosun Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov məlumat verəcək. İsmət bəy, Volqa hövzəsində aparılan monitorinqlərin nəticəsinə uyğun olaraq biz hövzədə suyun miqdarında, yaxud da su anbarlarının miqdarında, kənd təsərrüfatı sahələri miqdarında gözə çarpacaq bir dəyişiklik görürükmü? Bəli, bütün dünyada qlobal iqlim dəyişikliyi var. Orada da demək, həmin ərazidə də temperatur artımı və yağıntının azalması müşahidə olunur. Lakin bunun fonunda paralel olaraq ərazidə ciddi bir kənd təsərrüfatı sahələrinin genişlənməsi prosesi baş verir. Orada son 10-15 il ərzindəki 30-35%lik bir artımdan, ciddi bir rəqəmdən söhbət gedir. Bu da ümumiyyətlə həmin hövzə Rusiya Federasiyasının təxminən 50% əkin əraziləri kimi qiymətləndirilə bilər. Ərazidə də ciddi bir 60 milyona qədər bir əhalinin yaşadığı biz regiondan danışırıq. Burada həm əhalinin su təminatı, həm enerji təminatı, xüsusilə su anbarlarının istifadə məqsədləri enerji təminatı üçündür və təbii ki də birbaşa təsir faktoru kimi kənd təsərrüfatı sahələridir ki, bu da birbaşa yekunda Volqadan Xəzərə tökülən su balansına təsir göstərir. Bəs hövzədə yerləşən su anbarları və su elektrik stansiyalarında necə? Yağıntıların azalması və iqlim dəyişikliyi ilə yaranan buxarlanma nəticəsində bir azalma görünürmü, yoxsa suyun səthində heç bir fərq yoxdur? Əksinə deyərdim ki, həmin ərazilərdə iqlim dəyişmələri fonunda və digər faktorlara görə demək, hövzədə azalan su anbarların fəaliyyətinə heç bir təsir göstərmir. Biz anbarları uzun müddətli bir monitorinq dövrünə şahidi oluruq ki, anbarların sahəsində heç bir dəyişiklik yoxdur. Bu əslində əlavə olaraq həmin ərazidə bir əlavə buxarlanma sahəsi yaradır. Həmçinin də o deməkdir ki, bu su azalmaları həmin anbarların fəaliyyətinə heç bir təsir göstərmir, lakin Xəzərə tökülən suda özünü göstərir. Bəli. Son bir neçə ildə artıq biz kəskin şəkildə Xəzərin suyunun çəkilməsini görürük və burada bir digər faktor da Volqa çayından Xəzərə axıdılan suyun həcmində 35 milyard kubmetrlik bir azalmadır ki, biz də Azərbaycan televiziyası olaraq bu kimi faktorları araşdırmağa davam edirik. Təbii ki, araşdırmamızın nəticəsində yekun geniş bir materialımız da olacaq. Hələlik isə bütün faktları təqdim etdi Fidan Şakir qızı, Vahab İmanzadə, ASTV xəbər.